Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Nebiyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Əziz və möhtərəm müsəlman bacı və qardaşlarım, sual-cavab layihəsinə davam edirik Allahın izni ilə. Allahdan istəyirəm ki, bu layihəni xeyirli və bərəkətli etsin və dinləyicilər üçün faydalı etsin. Suallara keçməmişdən qabaq qardaşlar, kim kanala abunə olmayıbsa, abunə olsun və paylaşılan dərsləri qardaşlara özləri də paylaşsınlar, bəyənsinlər ki, bu bizim bu dəvətin artmasında, daha çox insana çatmasında çox böyük səbəbi var, çox böyük rolu var. Deməli, biz qalmışdıq keçən dəfə 573-cü sualda. Sualda qardaş soruşur ki, gün çıxmasına 1-2 dəqiqə qalmış namaza başlasaq və bitdikdən sonra görsək ki, gün çıxıb, necə etməliyik? Qardaşlar, bilmək lazımdır ki, hər bir məsələdə dəlilə qayıtmaq lazımdır. Və bu məsələdə də Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisinə qayıdırıq. Görürük ki, Əbu Hüreyrədən radiyallahu anh gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim gün batmamış əsr namazının bir rükətinə çatarsa, artıq o namaza çatmış olur. Eləcə də kim sübh namazının gün çıxmamış bir rükətinə çatarsa, o artıq namaza çatmış sayılır. Və alimlər də ittifaq ediblər ki, kim vaxtının çıxmamışdan qabaq bir rükətinə, namazın bir rükətinə çatıbsa, o namaza çatmış sayılır. Amma ixtilafı harda ediblər? İxtilafı ediblər ki, əgər çatıb və o bir rükəti tam qılmayıb, yəni rükusu ilə, səcdəsi ilə tam şəkildə qılmayıb, deyək ki, təkbir getirib, namaza qoşulmaq istəyib və gün çıxıb, namazın vaxtı bitib. Burada alimlər ixtilaf ediblər ki, onun namaza çatmış sayılır, yoxsa qəza olur. Daha doğru rəy odur ki, onun namazı qəzaya qalıb, o namaza çatmış sayılmır bu hədisə görə. Çünki hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim namaza çatmışsa, bir rükətin qılıbsa, artıq o namaza çatıb. Qılmayıbsa, deməli, o namaza çatmayıb. Daha doğrusunu Allah bilir. 574-cü sualda qardaş soruşur ki, məhz çəkdiyimiz çoraba çıxartdıqdan sonra yenidən məhz çəkə bilərikmi? Qardaş, bu barədə Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisi var. Muğirə ibn Şübə radiyallahu anhdan gəlir ki, mən Peyğəmbər sallallahu əleyhi və səlləmin dəstəmaz alınarkən çorabını çıxarmaq istədim, yəni xofunu çıxartmaq istədim. Və Peyğəmbər sallallahu əleyhi və səlləm qoymadı. Deyir ki, əl dəymə, mən onu dəstəmazda ikən geymişdim. Və onların üzərinə məhz çəkir. Həmin corabların üzərinə məhz çəkir. Muğirə radiyallahu anh deyir ki, ey Allah elçisi, sən unutdunmu? Deyir, xeyr, sən unutmusan. Rəbbim mənə bunu belə əmr edib. Yəni, dəstəmaz alıb, ayaqları yumusansa, ayaqları yuyandan sonra corabı geyinmisənsə, deməli, onu dəstəmazda ikən o corabı geyinmisən. Onu, yəni, çıxarsan, həmin dəstəmaz qaldığı müddətcə çıxarsan, təzdən geyinsən, həmin corabı məhz çəkə bilərsən. Çünki həmin corabı dəstəmazda ikən geyinmişdin. Çıxarsan belə, geyinsən belə, ona məhz çəkə bilərsən. Amma dəstəmazı pozduqdan sonra həmin corabı çıxarsan, artıq ona yenidən məhz çəkə bilməzsən. Həmin coraba məhz çəkə bilməzsən, çünki artıq dəstəmazın pozuldu, o corab da ayağında yox idi dəstəmaz alan vaxtı. Yəni, dəstəmazsız geyinmişdin o corabı. Və ya deyək ki, mən 2 corab geymişəm və yaxud 3 corab geymişəm üst-üstə. Dəstəmaz almışam, ayaqlarımı yumuşam, 3 corab geymişəm. Bu 3 corabın 3-ü də dəstəmazlı geyindiyimə görə 3-ünə də məhz çəkmək olar. Yəni, sübh namazında dəstəmaz aldım, ayaqlarımı yudum, 3 corab geyindim və zöhr namazın vaxtı gələndə mən üstdəki coraba məhz çəkdim, 3-cü coraba. Və sonra əsrin vaxtında isti oldu, çıxartdım üstdəki corabı, altdakı o 2-ci coraba da məhz çəkə bilərsən. Sonra məğribin vaxtı oldu, yenə də ikincisini çıxartdım, o 1-ci coraba da məhz çəkə bilərsən. Çünki onların hamısını dəstəmazlı ikən geyinmişdin. Amma çıxartdıqdan sonra dəstəmazın pozularsa, sonra o əlavə çıxartdığı, yəni 3-cüsünü çıxarmısansa, onu təzdən geyinsən, ona məhz çəkə bilməzsən. Yəni, qayda olaraq bilmək lazımdır ki, hansı corabı dəstəmazlı ikən geyinmisənsə, o coraba məhz çəkə bilərsən.
Və bu hədisə görə. Çünki Peyğəmbər sallallahu bu hədisdə buyurur ki, onlara əl dəymə, çıxarmam, yumayacağam ayaqlarımı. Çünki mən onları dəstəmazlıykən artıq geyinmişdim, indi məs çəkirəm. Peyğəmbər sallallahu onların üzərində məs çəkir. Daha doğrusunu Allah bilir. 575-ci sualda qardaş soruşur ki, intihar etməyin hökmü nədir? Bu barədə qardaşlar dərsdə danışmışıq. İnşallah yuxarıda burada işarə çıxacaq. Orada dərsə daxil olub izləyərsiniz. Qısa olaraq deyək ki, qardaşlar, intihar etmək böyük günahlardandır. Necə ki, bununla intihar edən, yəni özünü öldürən barəsində Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki, o əbədi olaraq cəhənnəmdə qalacaq. Hədisdə gəlir ki, əbədi olaraq cəhənnəmdə. Yəni çox uzun müddətli cəhənnəmdə qalacaq. Çox böyük günahlardandır. Yəni bu can sənə Allahın verdiyi əmanətdir. Öz malın deyil ki, istədiyin kimi ona qıyasan, ona qəsd eləyəsən. Yəni ola bilər həyatda sıxıntılar gələ bilər. Həyat sənə dar gələ bilər. Bil ki, Allah sənin üçün, yəni bir qapı sənə bağlanıbsa, Allah subhanahu sənin üçün 10 qapı açacaq. Sadəcə səbirli ol. Sıxıntılar Allahın sənə olan bir sınağıdır, imtahandır. Sən səbr elə. Səbr edənlərə müjdə ver. Hansılar ki, onlar səbr edən vaxtı biz Allaha məxsusuq, Allaha dönəcək deyərlər. Onlar üçün Allah tərəfindən rəhmət var, salavat var. Yəni Allah subhanahu sənin üçün səbr edənlər üçün cənnət evi hazırlayır, şükr evi hazırlayır. Amma intihar edən isə, intihar edən barəsində isə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim özünü dağdan atıb intihar edərsə, özünü öldürərsə, o əbədi olaraq cəhənnəmdə digirlənəcəkdir. Dağdan atılaraq digirlənəcəkdir. Kim zəhər içib özünü öldürərsə, cəhənnəmdə əbədi zəhər içərək özünə qəsd edəcəkdir. Kim özünü dəmir alətlə öldürərsə, cəhənnəmdə öz dəmiri əli ilə qarnına sala-sala əbədi qalacaqdır. Eləcə də başqa hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim özünü dünyada nə ilə öldürərsə, qiyamət günü əbədi olaraq onunla əzaba düçar olar. Başqa hədisdə də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sizdən öncə yaşamış ümmətlərdən bir yaralı kişi olur. O ağrıya dözə bilməyib bıçaqla əlin kesib öldürür, özünü öldürür. Allah Subhanahu isə ona belə deyir: "Bəndəm mənim yanma, mənim əcəlimi gözləmədən tələsdi və mən də ona cənnəti haram etdim." Subhanallah. Allah Subhanahu özünü öldürən, özünə qəsd edən, əcəlini gözləməyən üçün cənnəti haram eləyir. Eləcə də Peyğəmbər sallallahu əleyhi və səlləm özünü öldürən kəsi getirirlər Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına, ox ilə özünü öldürəni. Peyğəmbər sallallahu əleyhi və səlləm onun cənazə namazı qılmır. Yəni belə təhlükəli məsələdir. Özünü öldürərək bu dünyada da özünə qəsd edirsən, özünə əziyyət verirsən, özünü bu qısa fani dünyada da xırda sıxıntılara görə özünə qəsd edirsən, axirətdə də əbədi olaraq cəhənnəmdə qalarsan. Allah qorusun. Allah bizi islah eləsin. Allah Subhanahu taala o müsəlmanlara, bezən müsəlmanlara yardım eləsin özündən. Bir yaddan çıxarmasınlar ki, bu dünya sıxıntıları fanidir, keçib gedəcək 70 il, 50 il. Amma axirət sıxıntıları keçici deyil. Ona görə bu dünyada özümüzü, Allahın bizə verdiyi bu əmanəti qorumaq lazımdır ki, axirət sınağından yaxşı çıxaq. Allah daha doğrusunu bilir. 576-cı sualda qardaş soruşur ki, ölülər eşidirmi? Qardaş, bu barədə Uca Allah Quran-ı Kərimdə bizə xəbər verib. Uca Allah Quran-ı Kərimdə buyurur ki, İnnəkə lə tusmi'ul mevtə. Sən ölüləri eşitdirə bilməzsən. Eləcə də Allah Subhanahu başqa ayədə buyurur ki, və mə əntə bimusmi'in mən fil qubur. Sən qəbirlərdə olana eşitdirə bilməzsən. Bu Allahın bizə xəbəridir bu barədə. Ölülərə, qəbirdə olanlar biz heç nə eşitdirə bilmərik. Və bu məsələdə qardaşlar bilmək lazımdır ki, Allah Subhanahu nəyi izin verirsə onları eşitdirə bilər. Allah Subhanahu eşitdirə bilər. Misal olaraq, yəni insanın əməli kesildi, ona heç bir əməl fayda verməyəcək. Yalnız 3 əməldən başqa, o da yəni axar sədəqədir, faydalı elmdir və ona dua edən salih övladdır. Bütün əməllər kesilir. Ondan sonra kim nə qədər səni çağırsa, onsuz da eşitməyəcək. Qəbirdə olan eşitməyəcək onu. Sadəcə Allah Subhanahu istisnalar verib. İstisnalar verib, bəzi hallarda eşitdirir. Misal üçün qəbirdə insana sorğu-sual edən mələk gələcək.
Qəbirdə olan suallar, 3 sual. Rəbbin kimdir? Peyğəmbərin kimdir? Dinin nədir? Bu onları eşidəcək. Allah Subhanahu taala onlara eşitdirəcək bunu. Eləcə də başqa hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, bir səhabəni dəfn etdikdən sonra deyir ki, dostunuz üçün dua eləyin. Çünki yəni qəbirstanlıqdan çıxan kəsin axırıncı ayaq səslərini o eşidir. Yəni Allah Subhanahu taala onu eşitdirir ki, səni tərk edib getdilər artıq. Sənin əməlin qurtardı, sənin işin bitdi. Sən nə etmişdinsə bura kimi. Allah Subhanahu taala onu eşitdirir. Eləcə də başqa hədislərdə gəlib, istisnalar barəsində başqa hədislərdə gəlib, düzdür bu hədisin isnadında biraz zəiflik var, amma bir neçə yoldan gəldiyinə görə alimlər qəbul edirlər bu hədisi. Buyurur ki, hədisdə qəbirdə elə bir mömin yoxdur ki, ona gəlib salam verəni kəsi tanıyıb ona salamın cavab verməsin. Yəni burada da yəni Allah Subhanahu ona izin verir ki, ona gəlib salam verəni eşitir, ona salamın cavab verir. Eləcə də biz qəbirstanlığa girən vaxtı dua edirik qəbir əhli üçün. Esselamu aleykum əhləd-diyar minəl muslimin vəl müminin və inna inşallah bikum lahiqun. Nəsəllahu lənə və lekumul afiyyə. Müsəlmanlarda və möminlərdə olan qəbir əhli sizə salam olsun. Biz də sizə qayıdacağıq. Biz Allahdan sizə və bizə salamatçılıq, afiyət istəyirik. Belə şeylər var ki, onları etmək, demək lazımdır. Bəzi salamları da Allah Subhanahu onlara eşitdirir, istədiyinə eşitdirir. Amma bunlar istisna olan şeylərdir. Ümumi olaraq sən qəbir əhlinə gedib nəsə istəsən, onlar sənə cavab verə bilməzlər. Necə ki Allah Subhanahu Quran-ı Kərimdə buyurur ki, əgər sən onlara dua etsən, onlar səni eşitməzlər. Onlar eşitsələr belə onlar sənə cavab verə bilməzlər. Onlar sənə eşitsələr belə cavab verə bilməzlər. Ona görə də qəbirdə olanlar səni eşitə bilməzlər. Ölülər eşitə bilməz. Yalnız istisna hallardan başqa. Daha doğrusu Allah bilir. 577-ci sual. Qardaş soruşur ki, namazın vaxtı çıxırsa, dəstəmaz almalıyıq. Yəni səhər durub, deyək ki, səhərdir və yaxud hər hansı bir vaxtda durub, görür ki, namazın çıxmanı 4-5 dəqiqə qalıb, dəstəmaz alsa, namazın vaxtı çıxacaq. Bu yenə də dəstəmaz alsın, yoxsa təəmmümlə namaz qılsın. Bu məsələ iki qismə bölək, qardaşlar. Birinci qism, namazın vaxtı daxil olub və ya olmayıb. Namazın vaxtı daxil olub, ilk vaxtıdır və yaxud son vaxtıdır. Fərqi yoxdur. Sadəcə su yoxdur. Suyu tapa bilmir. Axtarır da tapa bilmir. Yenə də axtarsa bəlkə tapa bilər. Qorxur ki, namazın vaxtı çıxar o axtarı tapana kimi. Bu halda təyammüm edir. Çünki təyammüm şərtləri, əsas iki şərti var. Birincisi, su olmamasıdır. Olmadığı halda təyammüm edilir. İkincisi, su var. O su sənə böyük zərər verə bilər. Yəni xəstəlik kimi, ciddi xəstəlik kimi, ölüm kimi, səhabələrdən birinin başına gəlmişdi. Başında yara var idi, qüsl alır, təyammüm almır, onunla o xəstəliklə ölür. Peyğəmbər s.ə.v onlara təyammüm almağı öyrətir, əmr edir ki, nə üçün ona təyammüm almağı buyurmadınız. Bu birinci hal idi, su yoxdur. İkinci hal isə namazın vaxtı daxil olub, çıxmağına az qalıb. Və su da var. Bu halda vacibdir ki, dəstəmaz alasan. Hətta namazın vaxtı çıxsa belə. Çünki təyammüm nə vaxt alınır? Bayaq dediyimiz kimi su olmasa və yaxud qorxusan xəstəlik olar. Amma su var. Su varsa mütləq dəstəmaz alınır. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm sübh namazına gecikirlər, dururlar, artıq gün çıxırdı, dururlar, dəstəmaz alırlar, əzan verirlər, namazlarını qılırlar. Əzan verirlər, Peyğəmbər sallallahu əleyhi və səlləm durğuzurlar, dəstəmaz alıb namazını qılırlar. Yəni təyammüm almırlar. Hətta namazın vaxtı çıxsa belə. Ona görə də su varsa şərtdir ki, dəstəmaz alasan, təyammüm almayasan. Daha doğrusu Allah bilir. 578-ci sualda qardaş soruşur ki, yatmazdan əvvəl Yunus Peyğəmbərin duasını oxumalıyıq. Yunus Peyğəmbərin duası da La ilahə illə əntə subhanəkə inni kuntu minəl zalimin. Yəni Allahım, səndən başqa ibadətə haqqı olan məbud yoxdur, sən nöqsansızsan, mən zalimlardan idim. Bu dua idi. Peyğəmbər sallallahu əleyhi və səlləm bu dua barəsində deyir ki, bu Zunnun, onun duası idi. Zunnun, yəni balinanın dostu deyirlər, balinanın sahibi.
yəni balina Yunus əleyhissalamı udmuşdu və balinanın qarnında Yunus əleyhissalam bu duanı etdi. La ilahe illa ente subhaneke inni kuntu minel zalimin. Və Allah Subhanahu taala da Quran-ı Kərimdə buyurur ki: "Və zannuni iz zəhaba muğadiban fazanna an lan naqdir alayhi fanada fi'z-zulumati an la ilahe illa ente subhaneke inni kuntu minel zalimin. Fastecabna lehu ve neceynahu minel gammi ve kezalike nunjil mu'minin." Bir vaxt Zunnun, yəni Yunus əleyhissalam qəzəbli şəkildə getdi. O elə düşündü ki, biz ona gücümüz çatmayacaq. Sonra zülmətlər içində yalvarıb demişdi ki, səndən başqa heç bir ibadətə layiq ilah yoxdur. Sən paksan, müqəddəssən. Mən isə həqiqətən zalimlərdən olmuşam. Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik. Bu dua əzəmətli duadır və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, bu dua elə bir kəs yoxdur ki, bu duanı etsin və sonra onunla bir dua etsin, Allah onun duasını qəbul eləməsin. Elə bir kəs yoxdur. Ona görə də əzəmətli duadır. Amma bu duanı, yəni bu duanı sıxıntı anında insan eləyir. Sıxıntı anında Yunus əleyhissalamı balina olmuşdu. O sıxıntı anında duanı etdi. Allah Subhanahu taala onu qurtardı. Amma yatmazdan əvvəl belə bir dua varid olmayıb hədisdə. Daha doğrusu mən eşitməmişəm. Mən araşdırıb tapa bilməmişəm. Yatmazdan əvvəl oxunan dualar var. Zikr kitabçasında var. İnşallah onu da qrupa atarıq. Onu da baxarsınız. Oradakı zikirlərlə. Yəni sünnədə nə gəlib, hansı zikirlər gəlib, onları yerində eləmək lazımdır. Bu zikrin yeri sıxıntı anındadır. Amma yatmazdan əvvəl olan zikirlər isə başqa zikirlərdir. Daha doğrusunu Allah bilir. 579-cu sualda qardaş soruşur ki, işa namazının vaxtı nə vaxt bitir? Hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, işa namazının vaxtı qırmızı üfüq itəndən gecənin yarısına kimidir. Yəni məğribin vaxtı bitəndən gecənin yarısına kimi. Yəni məğribin vaxtı gün batandan qırmızı üfüq itənə kimidir. Zülmət düşənə kimi. Bu da işanın vaxtının girməsidir. O vaxtdan gecənin yarısına kimi işanın vaxtıdır. Gecənin yarısı da təxminən dəyişir. Orta vaxt isə saat 12-yə düşür. Gecənin yarısı. Bəzən olur birin yarısına düşə bilir, bəzən 12-yə qalmış. Orta vaxt 12-yə, yəni bu yayda, qışda dəyişirdi. Ona görə də 12-dən o tərəfə keçirmək olmaz işa namazı. Keçirsən artıq namazın vaxtı keçmiş olur. Daha doğrusu Allah bilir. 580-ci sual, qardaş soruşur ki, gecə yuxudan oyanarkən edilən zikri sübh namazı vaxtında oyansaq edə bilərikmi? Yəni, bu dua hansı duadır? Hədisdə də bu barədə gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim gecə vaxtı durarsa, deyərsə ki, la ilahe illallahu vahdehu la şərikə ləh, ləhul mulku və ləhul hamdu və huve alə kulli şeyin qadir, elhamdülillah və subhanallah və la ilahe illallah və allahu akbar və la havlə və la quvvətə illə billah. Bu zikri deyərsə, sonra deyərsə ki, Allahım məni bağışla və yaxud hər hansı bir dua eləyərsə, Allah onun dualarını qəbul eləyər. Əgər dəstəmaz alıb bundan sonra namaz qılarsa, onun namazı qəbul olar. Bu dua, bu fəzilətli dua, zikir gecə namazı üçün gəlib, qardaş. Gecə durub namaz qılmaq üçün gəlib. Yəni, hansı zikir harada gəlibsə, onu orada etmək sünnədir. Başqa yerdə eləyə bilərsən, amma bu fəziləti əldə etmək üçün orada eləməlisən. Sübh namazında duranda yox. Sübh namazında duranda Subhanallah demək, sübhdən qabaq təsbih etmək, istiğfar eləmək var. Amma bu dua isə gecə namazında olunan duadır. Daha doğrusunu Allah bilir. 581-ci sualda qardaş soruşur ki, namazı təyin olunandan tez qılsam olar, təyin olunan vaxtdan. Yəni deyir ki, başqa ölkədə qalıram, orada bəzən namazı vaxtından, yəni öz vaxtından biraz gec qılırlar. Deyir ki, 15 dəqiqə sonra qılırlar. Mən səfərdəyəmsə tez qıla bilərəmmi? Qardaş, Uca Allah Quran-Kərimdə buyurur ki, İnna salate kanat alel mu'minina kitaben mevquta. Həqiqətən namaz möminlər üçün müəyyən vaxtı təyin edilmişdir. Allah Subhanahu vaxtlarını təyin edib, hər bir namazın öz vaxtı var. O vaxt girdi, artıq qıla bilərsən.
Yəni cəmaatla qılmağın daha yaxşıdır. Gözdə cəmaatla qıl. Amma başqa yerə getsəsə, müsafirsənsə, qıla bilmirsənsə, bəli, vaxt giribsə qıla bilərsən. Əvvəl vaxtında qıla bilərsən. Amma cəmaatla qılmağın daha əfsəldir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə buyurur ki, bir kişinin tək namaz qılmağından, cəmaatla namaz qılmağı tək qıldığından 25 dəfə, başqa rivayətdə gəlir ki, 27 dəfə daha çox savabı var. Ona görə də cəmaatla qılmaq dahadır. Amma səhihliyə gələndə bəli, girən kimi qılsaz namazınız səhihdir. Daha doğrusunu Allah bilir. 582-ci sual, qardaş soruşur ki, namaz qılan vaxtı boğuluram deyir. Bu nəyin əlaməti olar? Yəni çox çətinlik çəkirəm, namazları qıla bilmirəm, namazdan sonra belə bir şeylər olmur deyir. Qardaş, bu şeytanın vəsvəsəsidir. Şeytan səni namazda yayındırmaq istəyir bu hiləsinə. Ona görə şeytana uyma. Namazlarına davam elə, zikirləri elə, özünü ruqiyyə elə, özün üçün Fatihə surəsini özün üçün oxu, çoxlu. Eləcə də hər gün aç Bəqərə surəsini oxu, evdə, o başqa surələri oxu. Bununla özünü müalicə elə. O şeytan səndən uzaqlaşsın deyə. Yoxsa şeytanın ardınca getsən, uysan ona, görsən ki, namazda boğulursan, bir namazı tərk eləsən və şeytan bununla səni vərdiş edəcək buna. Sənin o, yəni zəif yerini tapıb, onunla sənin üzərinə gələcək. Ona görə də şeytana yol açmaq lazım deyil. Əslində, Əuzu billahi mineşşeytanirracim kəlməsini deyirsən, namazlarına davam edirsən, ibadətlərə davam edirsən və özünü də Quranla müalicə edirsən. Həqiqətən Quran insanın qəlbini rahatlaşdırır. Uca Allah Quran-Kərimdə buyurur ki, İnnəməl mu'minunəl-ləzīnə izə zükirəllahu vəcələt qulubuhum və izə tuliyət aleyhim əyətuhu zədətum imanə. Möminlər o kəslərdir ki, onlara Allah zikr olunduğu zaman onların qəlbləri titrəyər, Allahın ayələri ona oxunulduqda onların imanı artar. İnsan Quranla imanı artır, Quranla qəlbi titrəyir, Quranla qəlbinə şəfa tapır. Daha doğrusunu Allah bilir. Allah razı olsun qardaşlar. Allah hamımıza bərəkət versin. Bununla tamamlayaq. Allah Subhanahu taala bizi hər bir xeyrə müvəffəq etsin və eşitib faydalanıcı etsin. Subhanakallahumma bihamdik və əşhədu en la ilahe illə ent və estəğfiruke və etûbü ileyk.